2023-cü ildə yuxudan oyandım ki, WhatsApp Plus yoxdur. Başqa yerdən linkə girib yenidən yüklədim. Sən demə, bütün ölkədə WhatsApp Pluslar yox olubmuş. Yorumlara mən yükləyə bildim yazdım. Nə qədər insan məndən kömək istədi, mən də kömək etdim. Sonra bir nəfər yazdı, 30 yaşında hərbiçi. Ona da hamı kimi kömək etdim. Sonra məndən əl çəkmədi. 2-3 ay kimi mənə yazdı ki, sevgili olar. Həyatım müsbətə doğru dəyişiləcək. Sonda 3 aydan sonra razılaşdım. Həm yaşı var idi, həm də ayrılmışdı deyə qətiyyən olmaz deyirdim. Amma zaman keçdikcə canımdan çox sevməyə başladım. Aramızda heç bir problem yox idi. Kiçik mübahisələrdə yola verirdik. Görüşməsək də telefonla əlaqə saxlayırdıq. Özümü prenseslər kimi hiss edirdim. 1 il 8 ay danışdıq. Sonra gec-gec yazmağa başladı. Əslində 5-6 ay idi ki, soyuq davranırdı. Bilirdim ki, aldadır, amma əl çəkə bilmirdim. Bizi təlimə aparacaqlar dedi. Səhər oyanıb baxdım ki, yazıb. Yazdım, amma mesaj bir xətt oldu. O yazanda cavab yaza bilmədim deyə çox ağlamışdım. Ailəsi ilə tanış eləmişdi. Anasının nömrəsi var idi. Günorta statusuna baxdım ki, bir qızla şəklini paylaşır. Allah bir ömür boyu sizi xoşbəxt eləsin yazıb. Şəkli görəndə elə ordaca nəfəsim kəsildi. 5 ay hər gecə, hər səhər ağladım. Olarsa mənə bir kəlmə belə demədən bloka atdı. Amma ona xoşbəxtlik arzulamıram. Allaha tapşırıram. Sayəndə bilmiş oldum ki, sevgi deyilən bir şey yox imiş.